Instagrama, YouTube'a vaxt tapır. Bütün günü qoyasın mollara gedib gəzməyə vaxt tapır. Dostu ilə görüşüb restorana getməyə, orada burada görüşməyə vaxt tapır. Hər şeyə vaxt tapır. Zala getməyə vaxt tapır. Gedir zala özünə vaxt ayırır. Buna vaxt tapır. Amma namaza gələndə deyir vaxtım yoxdur. Gündəlik 5 vaxt namaza gələndə deyir vaxt tapa bilmirəm. Sən gündəlik 5 vaxt namaza əgər deyirsən ki, vaxtım yoxdur, bu sözü deyirsənsə, deməli sənin dilindəki o Allahı sevirəm kəlməsi var ha. Bu yalancı kəlmədir. Bu həqiqi kəlmə deyil. Bu səmimi kəlmə deyil. Bu yalancı kəlmədir. Yalancı sevgidir. Əsl sevən, əsl Allahı sevən insan necə deyə bilər ki, gündəlik 5 vaxt namaza vaxt tapa bilmirəm? Necə deyə bilər bu sözü? Namaz səndən 1 saat, 2 saat, 3 saat vaxt almır. Namazlar hər namaz səndən 5-6 dəqiqə, 7-8 dəqiqə vaxt alır. Yəni sən gündəlik bu qədər vaxtı Rəbbivə ayıra bilmirsənsə, hansı sevgidən danışırsan ki, Allahı sevirəm? Allahı sevən insan hər bir vəziyyətdə namazını qılar, hər bir vəziyyətdə istənilən bir